Salam. Demək ki, güvənin mövzu sınağı 1, 2025-ci il sınağından 2 testin izahına baxaq. 44-cü testdə soruşur. Eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında Atropatena və Albaniya dövlətinə aid ortaq xüsusiyyətləri müəyyən edin. Eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısı Eradan əvvəl 100-cü ildən 50-ci ilə qədər olan dövrə əhatə edir. Bu da birinci yarısı, əsrin birinci yarısı deyən kimi biz bilirik ki, bu Lukul və Pompeyin yürüşləri olacaq mütləq. Çünki Lukul və Pompey həm Albaniyaya hücum etmişdilər, Kür və Qanıq döyüşləri olmuşdu, həm də Atropatenaya yürüş etmişdilər. Atropatenanın Albaniyada müqavilə imzalayıb getsələr də, amma Atropatenanı tabe etmişlər və Atropatenanı yerli hökmdarlar idarə etmişdi. İndi cavablara baxaq. Birdə deyir, qul əməyindən geniş istifadə edilməsi. Bu yanlışdır, çünki nə Albaniyada, nə də Atropatenada qul əməyindən geniş istifadə olunmayıbdır. Qul əməyindən geniş istifadə olunub qədim Yunanistanda, Romada, Misirdə. İkinci cavaba baxaq. Romalıların hücumlarına qarşı mübarizə. Bəli, bunu götürəcəyik. 1-2 olacaq. 3 də quldar monarxiya dövləti olması. Bəli, bunu da götürəcəyik. Deməli, cavab olacaq B variantı. Roma imperiyası ilə diplomatik əlaqələr ola bilməz. Çünki 1-ci əsrin 1-ci yarısında Roma imperiyası hələ qurulmamışdır. Roma imperiyası eramızdan əvvəl 27-ci ildə, yəni 1-ci əsrin 2-ci yarısında qurulacaq. 45-ci testdə deyir ki, xəritədə işarələnmiş dövlətin Böyük Hun dövləti ilə bağlı siyasətini müəyyən edin. Xəritədə işarələnmiş dövlət Çindir. Çinin eramızdan əvvəl 3-cü yüzillikdə Hunla bağlı siyasətini axtarırıq birinci hissədə, cədvəlin birinci hissəsində. Çiçi Tanhunun məğlubiyyətə uğradılması ola bilməz, çünki bu eramızdan əvvəl 36-cı ildədir. Vyetnam və Koreyanın tabe edilməsi də Hunla bağlı bir siyasət deyil. Ona görə A və B variantları çıxır. Böyük Çin səddinin əsasının qoyulması isə Çinlilərin Hunlardan qorunmaq üçün yaratdığı sədd olduğuna görə 1-ə C gedəcək. İkinci variantda isə deyir, eramızdan əvvəl 1-ci yüzillikdə Sarsarıqlar üsyanını götürə bilmərik və ümumiyyətlə Sarsarıqlar üsyanı həm bizim eradadır, həm də Hunla bağlı siyasət deyil. Çinin içərisində baş vermiş üsyandır. Xan sülaləsinə qarşı bizim eranın 184-204-cü ilində olubdur. B variantında deyir ki, Pinçen sazişinin imzalanması. Pinçen sazişinin imzalanması eramızdan əvvəl 200-cü ildədir. Bu da 1-ci yüzilliyə aid götürə bilmərik. Deməli, 2-yə isə C gedəcək. Nigah diplomatiyasının imzalanması. Onda 1-ə gedəcək. 1-ə də C, 2-yə də C. Bu da olacaq A variantı.